Səsim gəlir də. Hə. Nə də problem olsa deyər, zəhmət olmasa. Hə. Deməli görüntü də var. Görüntü yox. Nə var? Hə, səs də yəni. Səs gəlməsə mənə deyərsiniz, zəhmət olmasa. Deməli, bunlar hamısı nədir? Bunlar fiziki təhlükəsizlik üsullarıdır. Ümumiyyətlə, fiziki təhlükəsizlik üsulları, yəni çöldən eləyə biləcəyimiz təhlükəsizlik tədbirləridir. Fiziki olaraq. Çünki iki üsula bölür. Bir var fiziki, bir də var içərisindən ola biləcək. Buna misal olaraq nədən başlaya bilərik? Buna misal olaraq qapıları kilidləyin. Yəni bunun Azərbaycan dilində qapı formalısı, qapılarını kilidləyin. Yəni nədir? Parollardan istifadə edin. Şifrələrdən istifadə edin. Görsəndi? Əla. Bunun yəni adlı qapılardan kilidlən, şifrələrdən istifadə, yəni lock doors ifadəsidir. Nə deməkdir şifrələrdən istifadə etmək? Şifrələrdən istifadə etmək sizin məlumatlarınızın yalnız və yalnız şifrəyi bilən şəxslər tərəfindən əlçatanlığının olması deməkdir. Yəni nə deməkdir? Məsələn, şifrə qoyarsınız, adi bir tutalım da telefonunuza, kompüterinizə, texniki şəxsi bir cihazınıza. Həmin şifrəni siz və yaxud da ki, sizin təyin etdiyiniz bəzi insanlar bilər ki, burada nə ifadə eləyir? Sizin şifrənizin, sizin cihazınıza sizin icazəniz olmadan hər hansı bir digər şəxsin daxil olmasının qarşısını alır. Neynir? Daxil olmasının qarşısını alır. Yəni sizin icazəniz yoxdur bura. Ona görə bu şəxs bura nə edə biləcək? Bu insan bura daxil ola bilməyəcək. Məsələn, buna nə üçün istifadə ola bilərlər? Adı üstündə də bir dənə baxım. Qaydımız gedirmi? Səsdə problem varmı? Hə. Hə. Bu nədən nə üçün istifadə olunur? Məsələn, belə istifadə oluna bilər ki, sizin şəxsi məlumatlarınız var. O şəxsi məlumatların kiminsə əlinə keçməyi, kimsə tərəfindən görünməyinə, kimsə tərəfindən belə deyək, oğurlanmağına, kopyalanmağına, ümumiyyətlə dəyişdirilməyinə, edit olunmağının qarşısını almaq üçün, yəni bu prosesdə nəyirsiniz? Bunları istəmirsiniz deyə bu cür ifadələrdən, nəylərdən, bu cür şifrələmə metodlarından istifadə olunur. Şifrələmə metodlarından demişkən, şifrələmə metodlarından istifadə olunarkən, təkcə şifrələmə metodlarının belə deyək, qırılması, yəni şifrənin qırılması o qədər də böyük və çətin bir proses deyil. Yəni demirəm asan bir prosesdir, amma o qədər də vaxt aparan bir prosesdir, amma imkansız bir proses yoxdur. İmkansız bir proses deyil. Bu şifrəni də qarşısını almaq üçün nələrdən istifadə olunur? Şifrənin də qarşısını almaq üçün iki faktorlu təsdiqləmə ünvanlarından istifadə olunur. İki faktorlu təsdiqləmə ünvanlarından istifadə olunur. Nə deməkdir iki faktorlu təsdiqləmə ünvanları? İki faktorlu təsdiqləmə ünvanları sizin şifrənizin qırıldığı təqdirdə, yəni sizin şifrənizi kimsə tərəfindən qırıldığı təqdirdə belə artıq iki faktorlu tanımlama, yəni təsdiqləmə ünvanı ikinci şifrə dediyimiz bu şifrə ola bilər. Sizin məsələn nə bilim üzünüz ola bilər və s. beləxır. Sizin təyin etdiyiniz vasitə ilə artıq nə olmuş olur? Onun qarşısını alır. Buna deyirlər iki faktorlu. Bu hətta bizə ən çox yayılan hardadır? Ən çox yayılan WhatsApp-da da var. Bəli, bəli, iki faktorlu təsdiqləmə ünvanı. Bəli, bəli, maildə də var. Yəni nəyə görə? İki faktorlu təsdiqləmə ünvanıdır bunlar. Bəli, yox, bilməsə girməyəcək. Hə. Yəni bilməsə nə olacaq? Bilməsə həmin işçiyə daxil ola bilməyəcək. Bəli, bəli, təsdiqləməyə qədər. Yəni nə deməkdir? Məsələn, mən sizin birinci şifrənizi bilirəm. Tutalım ki, nə bilim 1 2 3 4 5 qoymusunuz da. Belə məsələni də deyirəm də. Birinci şifrənizi bilirəm. İkinci şifrənizə artıq girirəm ki, görürəm ki, 2 dənə şifrə var. Artıq ikinci şifrənizə daxil olanda məndən kod istəyəcək. Mən o kodu yazdığım təqdirdə belə o kod sizin mail ünvanınıza və yaxud da sizin yazdığınız adresə gələcək. Yəni mən onu əvəzdən görməyəcəm. Plusda əlavəsi nədən ibarətdir? İki faktorlu təsdiqləmə ünvanında artıq siz
nə edə bilirsiniz? Siz görə bilirsiniz ki, siz bir dəqiqə. Hə, artıq nə edirsiniz? Artıq siz görə bilirsiniz ki, sizin mail ünvanınıza kimlər daxil olublar. Yəni onların da hər birini loqlar formasında nə edir? Loqlar formasında göstərir. Onların da hər birini log formasında nə edir? Bəli. Log formasında da onların hər birini sizə xəbərdarlıq kimi göstərir ki, hə, bu şəxslər yox, yəni bu tarixdə nə olub? Sizin belə bir şey kimi çıxarır ki, yad bir daxil olma, yəni aşkarlanmayan bir daxil olma qismində nə edir? Qismində sizə bir növ məlumat xarakterli. Hətta bunu mesaj kimi də göndərə bilər. Baxın, ekran gedir. Mesaj kimi də göndərə bilər. Belə sizə girib yoxlayanda məlumat xarakterli də nə edə bilərsiniz? Məlumat xarakterli də görə bilərsiniz. O tərzdə də görmək şansı, yəni görmək şansı siz üçün nə edir? Siz üçün yaradır. Buna deyirlər güclü şifrələrdən istifadə etmək və nədir? İki tərəfli faktorlu. İki faktorludan istifadə etmək. Sonra nələr var? Sonra şifrələmənin digər üsullarından biri olan biometrika var. Bunu böyüdək, biometrika var. Biometrika nə deməkdir? Biometrika sizin xüsusi barmaq izi, əl izi, nə bilim, üz tanıması, səsiniz, ümumiyyətlə gözün qışası var, göz qışası. Bax, ancaq o ola bilər, sizin və yaxud da ki, sizin əvvəlcədən səsiniz qeyd olunmuş səsiniz ola bilər və s. və ilə axır. Yəni nədir? Belə deyək, fiziki şifrələmənin ən təhlükəsiz formalarından biri kimi hesablanır. Təyin olunur. Fiziki şifrələmənin ən təhlükəsiz üsullarından biri kimi təyin olunur. Buna ən təhlükəsiz üsullardan biri kimi təyin olunmasının səbəbi nədir? Yəni belə fikir, şifrəni məsələn qırmaq asandır. Nəyə görə? Yəni uzaqbaşı şifrədə dediyimiz hissə 9 paroldan ibarət olacaq, düzdür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a qədər olan ədədlərdən ibarət olacaq. O ədədlərdə məsələn deyirəm və ən axırıncı variant olaraq misal göstərirəm. O ədədlərin də qırılması, məsələn yazaram 1, 2, 3, 4, sonra yazaram 4, 3 kimi. Belə vaxt aparsa da düzdür, vaxt aparacaq, çox vaxt aparacaq. Bu vaxt aparsa belə artıq amma nəticə etibarilə gəlib bir yerdə tapa biləcəm şifrənin ki, mahiyyəti nədən ibarətdir, hansı şifrəni qoymusunuz. Düzdür, indi bunu belə istifadə eləmirlər ümumiyyətlə. Çünki well known deyilən bir parollar var. Onları mən sizə göstəreyim. Yox. O encryption soxlamaqdır. O məlumatı eləyirsən. Hə, o məlumatı. Bəli. Hə. Well known password list var. Hətta bu kitabın özündə gəlmişdi. Burada açacaq mı? Heç orada açmasam. Hə. Baxın, ən çox istifadə olunan belə sayt var. Ən çox insanlar tərəfindən istifadə olunan şifrələri qoyurlar. Nədir? Baxın, 1, 2, 3, 4, 5, 6. 21 milyon 627 min 656 dəfə istifadə olunur. Admin biz hardandır? Wi-Fi-yə biz girib konfigurasiya eləyəndə var idi admin. Görürsünüz, yəni şirkətlər
Bəli, şirkətlər verə admin adı. Bax 1 2 3 4 5 6 7 8 8 milyon 274 min 408. 1 2 3 4 5-də password şifrəsini istifadə edən var. Sonra baba burada nə qədərdir? 200 dənə səhv eləmirəmsə dedi. 200 dənə. 1 2 3 admin. Yəni bu siyahıdır. Hətta bu siyahının daha böyüyü də var idi. Prosta bu kitabda niyə açmalısa? Burada açsaq lap yaxşı olardı. Burada daha çox idi. Burada 100 mindən idi. Burada sonra bu var. Sonra nə var? Bunların içərisində seçilmiş, filtrə olunmuş şeylər var ki, 50 dənə ən çox istifadə olunan şifrələr. Bax, yenə 1 2 3 4 5 6 bax, password 8-ə qədər. Sonra Dragon 1 2 3 1 2 3. Sonra Litmain var, Shadow var, 69 69 69 6 6 neçədən 6-da 6 dənə 6. O belə. Bunlar nədir? Ən çox istifadə olunmuşdur. Yəni şifrəni də ələ keçirmək istəyən birini eləyir. Bunlara baxır. Məsələn də, yəni insanlar da elədir ki, bunları biz niyə belə şifrələr qoyurlar? Yadda saxlaya bilmirlər. O baxımdan gedirlər, 1 2 3 4 5 6 qoyurlar. Admin. Şifrəyə qoyurlar şifrə. Hələ özünü qoyurlar da. Yəni yadda saxlaya bilmirlər. Ona görə. Amma bunun üçün sizin nələr var? KeePasslar var. Bilmirəm, eşitmisiniz yoxsa yox. KeePasslar. KeePass bilirsiniz nədir? Şifrəni saxlayır. Şifrə yazırsan, onu yüklüyorsunuz, download edirsiniz. KeePass XS. Fullsuz da özdə. Bunu yüklüyorsunuz. Yükləyəndən sonra nə şifrə qoymusunuzsa, onu sizin üçün saxlayır. Çünki bəzi insanlar nə edir? Məsələn, girir burada fikirləşirkən şeylə, KeePassla eyni, bu KeePassla eyni vəzifəni görür də. Girir notepad-ə, məsələn, yazır ki, kompüter, məsələn də, şifrə, mən İngilis əlifbasındayım. Kompüter yazır, şifrə altına da yazır, şifrəni yazır, 1, 2, 3, 4, 5, 6. Bunu da nə edir? Bunu da belə save eləyir, vəsiyo. Fikirləşmir ki, bunu əldə eləmək asandır. Yəni, kompüterin içinə girmiş biri bunu asanlıqla əldə edir. Götürür, məsələn, yazır, Instagramın şifrəsi, nə bilim, tutalım da, bank kartlarının, hesablarının kart nömrələri olsun, sonra CVC kodu falan hər şeyində götürür, yazır bura. Amma fikirləşmir ki, yəni bunu əldə eləmək çox sadə bir prosesdir, düzdürmü? Amma bunu saytın özündən, saytın özündən, saytın özündən. Bu yox. Bu şifrəni sadəcə save eləyir də, yox, amma bildim nə demək istəyirsiniz ki, gəlib özünə qıraqdan bir proqram, yox, ora düşmür. Yəni, yox, düşmür, bildim nə demək istəyir. KeePassdır, sonra başqalar da olmalıdır. Məsələn, password managerlardan Google Password. Google-un öz password meneceri var. Məsələn, görürsünüz bir şey yazan kimi, məsələn, burada yəqin ki, şeylərdir, Google Passworddur. Bir şey yazan kimi deyir ki, o məsləhət olar ki, yadda saxlayana basmayasınız. Çünki o niyə görə basmayasınız, onu deyim. Çünki kompüter bilmir axı ona kim daxil olub, düzdür. Sizdən savayı kimsə daxil olsa, məsələn, maildir, orada yazıb ki, maili save eləmişsə sizə verəcək. Çünki sizin yerinizə başqası daxil olsa, bir dənə save basacaq, avtomatik doldura basacaq. Vəsiyo. Sizin mailinizin parolu, hər şey sizdən xəbərsiz dolacaq. Ona görə bizə dəqiqədən baxaq. Ona görə məsləhət odur ki, hətta daha yaxşı tələb olar ki, heç bir zaman bir işi görən zaman neyəsiz? Save eləməyəsiz. Yəni, burada çıxır, yadda saxla, save. Onu eləməyəsiz.
Bəli, bəli, bəli. Onda olar. Olar. Onda heç bir şey problem yoxdur. Onda olar. Amma belə deyilsə yox. Mhm, yox, yaddaşa verməyiniz məsləhət görsəmirəm. Yaddaşa verməyiniz belə deyək, məsləhət deyil ki, nə üçün? Ə, Yəni verdiyiniz təqdirdə deyirəm də yenə kompüter bilmir axı sizə kimdir, sizə daxil olur. Bəli, bəli, bəli. Bəli, ona görə nə olacaq? Hə, ona görə nə baş vermiş olacaq? Ona görə baş vermiş olacaq ki, yəni bilməyəcək kim tərəfindən daxil olduğunu, kim tərəfindən daxil olduğunu bilməyəcək. Ona görə də avtomatik olaraq nə edəcək? O hissəni dolduracaq. Yəni sizdən icazəsiz o hissəni nə edəcək? Sizdən icazəsiz o hissəni dolduracaq. Hı. Bəli, bəli. Ona görə nədir? Məsləhət görsənmir. Ona görə məsləhət deyil ki, siz girib istifadə eləyəsiniz. O cəhətdən məsləhət deyil. Belə, sonra nə edirik? Davam edirik dərsin ardınca. Biometrikada dediyim kimi sizin barmaq, əl, üz, göz qışası, nə bilim, səsiniz və s. kimi sırf sizə məxsus olanlar. Çünki bilirsiniz ki, barmaq izi dünyada hər bir insanın özünə məxsus barmaq izi var. Yəni bir barmaq izi bir və ya daha birdən çox insanda ola bilməz. Barmaq izi. Hı. Yəni bəli, 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 fin kod kimi. Yəni ona görə yəni dünyada belə deyək, ekvivalenti yoxdur. Ona görə də nə üçündür? Ona görə də barmaq izindən tez istifadə olunur ki, neçə saniyə oldu sənətim. Şey kart, plastik kart götürülə bilər, oğurlana bilər də, ya da kopyalana bilər. Bəli, 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 o mümkündür. Kopyalana bilər. Ona görə məsləhət deyil. Yox, yox. Sonra nə edirik? Sonra davam eləyirik nələrlə? Sonra davam eləyirik nişanlarla. Nişanlar nədir? Sizin baba burada nə yazmışam? Ağıllı kartın, yəni siz də bayaq dediyiniz kartlar var, girib çıxdığınız. Hə, ağıllı kartların saxtalaşdırılması çətindir, lakin onları oğurlamaq asandır. Yox, o şey kartı deyil də, vurub keçdiyiniz kartlar var ya, turniketdən vurub keçdiyiniz kartlar. Onlar da ağıllı kartlardır. Onlar sizə hə, hə, onlar vurub keçdiyiniz kartlar var. Bax, onlar ağıllı kartlardır. Yəni onları niyə oğurlamaq asandır? Siz bayaq dediniz o kart söhbətini. Hə, ona görə hə, 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 yox, onu qeyd edirəm ki, oğurlamaq asandır məsələdə. Gəldi kimsə, hə, oğurladı, heç xəbəriniz olmaz. Yadınıza deyil ki, harda itirmisiniz. Siz elə fikirləşirsiniz, itirmisiniz. Amma faktiki olaraq uğurlarsınız yox. O kartada ad, soyad falan necə, yəni kartı vurub keçdinsə, vəsyo səndən tələb eləmir. Hə, o da gəlib vurub keçəcək, vəsyo daxil olacaq. Hə, ona görə ağıllı kartların nədir? Məsləhətdir ki, ə, ya istifadə eləyirsinizsə, yəni elə bir situasiyada özünüzə saxlayın ki, onu oğurlamaq çətin hala gəlsin də. Nə bilim, arxa cibinizə qoymayın, çantasısa çantanın arxa hissəsində qoymayın və s. və ilə axır kimi belə şeylərə ə, diqqət etsəniz, hə, bir növ. Nişanlar da nədir? Nişanlar da ki, sahibini hər kəsdən fərqləndirmək üçün nəzərdə tutulmuş bir identifikasiya forması ola bilər. Bu adınız ola bilər, foto şəkli ola bilər, şəxsiyyətinizi təsdiq edən dedizə seriya nömrəsi və yaxud da fin ola bilər. Bax bu nişanlardır. Hansı ki, məsələn, elə müəssisələr var ki, ora daxil olan zaman sizdən birbaşa olaraq hər zaman
nə istəyir? Şəxsiyyətinizin fin nömrəsini və yaxud da seriya nömrənizi daxil etməyinizi istəyir hər zaman və ondan sonra da sizin üzünüzü və elə də ola bilər ki, məsələn, sizin üzünüzə görə hərəkət eləyər. Yəni nə deməkdir? Sizin üzünüzü tanıyar, ondan sonra nə daxil olmaq istədiyiniz yerə ancaq elə daxil ola bilərsiniz. Ancaq elə. Sizin üzünüzdən sonra və yaxud da ki, sizin səsinizi neyiniyər, təsdiq olunmuş səsinizi eşidər və s. və ilaxır. Sonra RFID-nin nişanları nədir? Ağıllı kartlardır, binalar dayanacağında kompüterlər daxil olmaq, restorana giriş imkanı verən bir növ nişanlar. Bunlar RFID-nin ağıllı kartlardır. Yəni gündəlik bayaq dediyiniz hələ kartlardır. Yəni o kartların hamısı ağıllı kart, smart kart sisteminə daxil olur. Onlar ha biri smart kart sisteminə daxil olur. Nə deməkdir smart kart sistemi? Yəni o kartlarda çip var, xüsusi bir çip. Daxil olduğunuzda hər biri sizin belə deyək, kimliyinizə uyğun olaraq ayarlanır. Kimliyinizə uyğun olaraq nə olub? Səsim gəlir? Hə, kimliyinizə uyğun olaraq tənzimlənir. Kimliyinizə uyğun olaraq tənzimlənir. Bunun üçün də o ağıllı kartlardan istifadə edən zaman, o ağıllı kartı turniketə vurub keçən zaman avtomatik olaraq məsələn sizi tanıyır ki, Vüqar bəy bu günlər saat 08-də saat 8-də keçdi. Sonra çıxışı da ki, nə vaxt oldu? Saat 5-də də məsələn vurdu, çıxdı. Saat çıxdı. Bu ən çox biz harda görmüsüz? Məsələn də sən nə məsələn ödəniş eləyirsiniz, bilmirəm, yox, məsələn, metrodan kapitalla və yaxud da digər bank kartlarla, Bakı kartla yox, digər bank kartlarla vurub keçirsinizsə, bilmirəm eləyirsiniz yoxsa yox. Hə. Ya NFC ilə falan da, metroda falan. Orada fikir verirsinizsə, orada yazılır ki, hər bir vurub çıxandan sonra adətən bu kapitalda olur, bilmirəm, digər kartlardan mən metroda istifadə eləmirəm, ancaq kapital kartını metroda istifadə edirəm ya da ki NFC ilə. Orada nə? Orada yazılır ki, məsələn, saat 1-də tutalım da Nərimanov metrosundan giriş olub. Yəni, saat 3-də də ki, Nərimanov metrosundan məsələn çıxış olub. Və onun saatına qədər hər bir şey yazılır orada. Hansı stansiyaya girdiniz, hardan çıxdığını, çıxdığınız yox, harda girdiyiniz və onlar yazılır. Bayağı banka mesaj gəlir sizə. Bəli. Mesaj gəlir ki, sizə. Məsələn, bu saatda Nərimanov 60 kapitalda ya digər bankları bilmirəm, kapitalda gəlir. Necə? Hə, bəli. Yəni onu deyirəm. Sonradan pul olanda çıxır. Yəni o mümkün deyil ki, çıxmasın. Hə, ola bilər. O da ancaq bir gündə bir dəfə olur. Hmm. Yo, da bir neçə dəfə istifadə eləmək olmaz onu. Bir gündə bir dəfə olur. Ya da uzaqbaşı 2 dəfə, amma mən əksərən mən yoxlamışam bir sınaq eləmək üçün, eksperiment eləmək üçün ki, baxım olacaqmı? Hə, bir gündə bir dəfə olur. Bəlkə də məndə kart kapital idi ona görə. Ben bilmirəm. Bir gündə bir dəfə olur. Ona görə. Hı. Kapitalda gəlir. Yox, mən hər dəfə keçəndə, nə avtobusda da minəndə, metrodan istifadə edəndə mən avtobusun nömrəsini gözləyirəm. Məsələn, göstərir ki, 500 nömrəli avtobusdan saat 1-də mindim. 2 nömrəli avtobus saat 2-də mindim. O nömrəsinə, avtobusun nömrəsinə qədər metronda stansiyasına girdiyin stansiya çıxışı yox, çıxışı bilə bilməz. Girdiyin stansiyanı göstərir mütləq şəkildə. Hər dəfə göstər mesaj olaraq. Çünki mənə yazılır orada 60 qəpik çıxıldı. Ondan sonra neynir stansiyanda və mindiyin avtobusda neynir göstərir mütləq şəkildə. Hı. Sonra nə var? Sonra var, nə onu verdi? Retina var. Retina bilirsiniz nədir? Retina bir növ skanerdir. İstifadəçiyə müəyyən etmək üçün istifadə oluna bilər. Biometrik cihazlar kimidir retina. Bax, o şəkildə. Nə göstərir?
belə bir cihazdır retina. Sən bax, bu indi bu tibbi formada çıxdı. Deməli belə bir göz cihazıdır. Göz cihazıdır retina. Deməli nə edir? Siz ora gözünüzü yaxınlaşdırırsınız. Bir növ skanerdə gözünüzü yaxınlaşdırırsınız. Bayaq demək göz qışası. Gözünüzü yaxınlaşdırırsınız və o gözünüzə uyğun yəni gözünüzə əvvəlcədən təyin olunmuş uyğun neyini var? Əslində belə bir cihazdır, belə bir cihazdır. Prosta bu deyil də, yəni spesifik onun kimi deyil də. Ona oxşardır, yəni funksiyası ondan ibarətdir. Funksiyası ondan ibarətdir. Onu yaxınlaşdırırsınız, onu yaxınlaşdırırsınız. O nə edir? O deməli sizin gözünüzü tanıyır, gözünü tanıyır. Çünki insan gözündə olan pigmentlər nədir? Hər biri özünə məxsusdur da, yəni bərabəri yoxdur da. Hə. O sizi tanıyır. O sizi tanıyır və o sizi tanıdıqdan sonra nə baş vermiş olur? Sizi tanıyır və o tanıdıqdan sonra da artıq nə olmuş olur? Əvvəlcədən daxil istədiyiniz yerə, yəni nəyə, hara daxil olacaqsınızsa, ora nə edə bilirsiniz? Daxil ola bilirsiniz. Yəni sizə bir giriş yetkisi verir. Giriş nəyə verir? Giriş icazəsinə sahib olmuş olursunuz bir növ. Belə desək. Yo, deyil. Yo, gözə ona taxmırlar. Sadəcə nə edir? O gözünüzü skan eləyir. Retina gözünüzü skan eləyir. Bəli. Elədir. Açığı mən onu canlı formada yəni əvvəlcədən o şəxsdən başqa bəli heç kəs daxil olmaz. Açığı mən onu canlı formada görməmişəm o retina cihazını sadəcə təsəvvür olar. Hə, o retina cihazıdır. Hə, retina cihazıdır o. Retina cihazı. Cihaz yəni skanerdə bir növ skan eləyir də gözdəki olan hissələri skan eləyir və ondan sonra nə edir? Açır. Harada giriş icazəsi verir də, yəni belə desək. Sən nə edir? Giriş icazəsi verir. Bura qədər aydın oldu. Əla. Sonra keçirik bunun ikinci hissəsinə. İkinci hissəsi nədir? Bizim bayaqdan danışdığımız nədir? Fiziki təhlükəsizlik. İndi isə danışdıracağımız rəqəmsal təhlükəsizlikdir. Rəqəmsal təhlükəsizlik nə deməkdir? Rəqəmsal təhlükəsizlik antivirus proqramlardır, firewalldur, sonra istifadəçiyə güclü, necə deyərlər, icazələrin tətbiqidir və s. və ilaxır. Bunlar da ki, rəqəmsal təhlükəsizlik. Rəqəmsal təhlükəsizliyin ilk öncə bu hara getdi? Hə, bu rəqəmsaldır. Nəyindən başlayacaq? Antivirus proqramlarından. Antivirus proqramları, sonra onların növbəsi firewall. Antivirus proqramları nədir? Vüqar bəy, zərərli kodun yayılmasının qarşısını almaq üçün əsas metoddur. Yəni zərərli bir proqramın yayılmasının qarşısını almaq üçün əsas proqram təminatıdır antivirus proqramları. Zərərli və antivirus proqramlarında bir çox növ var. Məsələn, filtr antivirus proqramları var. Filtr nə edir? Yalnız təhlükəli əməliyyatları məlum edir və onları zərərsizləşdirir. Filtr antivirusu. Sonra deməli nələr var? Sonra var həkim antivirus proqramları. Həkim antivirus proqramları. Hə. Belə. Sonra müfəttiş var. Müfəttiş antivirus proqramları nə edir? Deməli, ilkin vəziyyətlə kompüterin tutan virus yoluxubsa, sizdə müfəttiş antivirus proqramı varsa, kompüterin virus yoluxmamışdan əvvəlki vəziyyəti ilə virus yoluxduqdan sonra arasındakı vəziyyəti ikisini müqayisə eləyir. Problem nədirsə, gedir o virus yoluxan problemi tapır və onu aradan qaldırır. Bir də virusu məhv edir kimi. Sonra bax bunlar nə ola bilər? Adinf var, antivirus proqramı. Bilmirəm bilirsiniz yoxsa yox. Adinf var. Adinf. A-D-İ-N-F. Bax burada yazacağam. Elə burada yazacağam. Bax. A-D-İ-N-F. De babu. Adinf var. Sonra deməli nə var? Toolkit Pro var. Toolkit Pro var. Toolkit Pro var. Panda var. Panda var. Macave var. Doktor Kasperix var. Bunlar hamısı nədir? Antivirus proqramları. Yaxşı, belə bir sual. Windows əməliyyat sisteminin default antivirus proqramı nədir?
Defenderdir, bəli, bəli, defender. Yenə tutdum bu şeyi. Defender. Windows Defender Firewall. Yəni bu belə soruşsanız nəsə bir faydalıdır ya yox. Yəni o qədər də qorumur. Əgər qorusaydı, əlavədən nə etməzdik? Antivirus proqramları yükləməzdik, düzdür? Proqram yükləmək daha yaxşı. Çünki bunlar nə edir? O qədər də qorumur. Bu dediyim yəni Defender o qədər də qorumur da yəni. Qoruyur, müəyyən hissələri təbii ki də qoruyur. Bəli, bəli, müəyyən şeyi qoruyur. Amma nə edir? Belə o qədər də belə deyim ki, mükəmməl bir nəticə yox. Şey vermir. Windows-un üzərində gəlin. Bilmirəm, bəlkə də necə? Gedəcək. Yəni bizə baxır o əslində virusun növləri var axı, trojan, makroviruslar, polimorf falan da. O növləri var axı. Ən təhlükəlisi indi keçəcəm yazmışam burada. Trojan virusların ən təhlükəli növüdür. Parazitlər var, tələbə, soxulcan falan viruslar var da. Trojan virusların ən təhlükəli. Məsələn, o düşdüsə, Defender onu qoruya bilməyəcək. Kompüterinizi daha doğrusu dinləyəcək, qoruya bilməyəcək. Ona görə keçəcək, virus keçəcək onun əlinə və s. artıq nə baş vermiş olacaq? Artıq virus keçməkdə özünüz bilirsiniz, onu təmizləmək biraz çətin məsələdir. Hə, ona görə. Bəli. Bəli. Sonra nə var? Sonra var firewall. Sonra nə var? Sonra var firewall. Firewall bilirsinizsə, firewall şəbəkədəki müdaxilə xəbərinin arasında firewalllar var. Yəni belə tərcüməsi alov divarıdır. Nə əlaqə desəz, yəni firewall məlumatları belə deyək, hücumların qarşısını alan ən böyük əngəldir, ən böyük vasitədir. Bu iş müəssisələrində, real IT şeylərində, iş ofislərində iri firewalllar quraşdırılır, Hətta bir dənə göstərək, server otaqları iri firewalllar quraşdırılır. Bəli, bəli, bəli. Nə oldu deyə açıqlayamıyorum. Bizdə dəqiqə bir kontrol. Necə? Necə? Olar hə, işləyə bilər. Prosta bilmirəm buradan. Yox, bilmirəm, bu Google-dadır, nədir? Allah, yaza bilmirəm. Firewall sözünü yaza bilmirəm. Kopyalaya bilmirəm firewall sözünü. Bu niyə, belə niyə açırsan? Göstərək, firewall-da göstərək necə olur. Bax, belə firewall otaqlarıdır bu böyük şirkətlərdə. Belə bir
biləcəyiniz firewall nələrdir? Firewall otaqlarıdır. İndi yazan internetdə söylədim. Hə, açacaq indi burada. Hə, görürsünüz bunu Vüqar bəy. Görsən, əla. Deməli, bunlar nələrdir? Bunlar firewall otaqlarıdır. Bunlar firewall otaqlarıdır. Bizə dəqiqən. Bəli, bəli. Yəni bunlar firewall otaqlarıdır. Nə deməkdir firewall otaqları? Firewall otaqları nə deməkdir? Yəni bunlar təhlükəli şeyləri əngəlləyir. Təhlükəli şeyləri əngəlləyir. Yəni məsələn hücumlardır. Şirkəti tərəfindən olunan hücumlardır, məlumatların ələ keçirilməsidir. Onları əngəlləyir. Sonra bunlar firewallların aylıq hesabatı olur. Firewallların aylıq hesabatı olur. O aylıq hesabat nəticəsində də, aylıq hesabat nəticəsində də nə olmuş olur? Aylıq hesabat nəticəsində də artıq orada görmüş olursunuz ki, nə məsələn ki, bu ay ərzində 10 dənə hücuma məruz qalınıb da, 10 dənə hücuma məruz qalıb. Hə, bəli. Sizə bunu düzəldim. Hə. Sonra aylıq hesabatı olur ki, aylıq hesabat nəticəsində artıq nə olmuş olur? Görürsən ki, filan tarixdə bu hücuma, filan tarixdə bu hücuma nə olur? Məruz qalınıb, onların qarşısını kəsir. Mən bir dənə bunu düzəldim. Hı. Bu oldu nə? Bu oldu server. Server nədir? Firewall.
Firewall baxın əsas məqsədi şəbəkənin digər Firewall nə idi? Əsas məqsədi odur ki, firewallın əsas məqsədi şəbəkədə olan təhlükələri təcrid eləməkdir. Bu nədən ibarətdir? Firewall əsas məqsədidir. Bundan sonra keçirik nəyə? Ümumi təhlükəsizlik təhdidləri olanda təhlükəsizlik təhdidləri var. Nədir? Bunların adları var. Məsələn, sosial mühəndislikdir, malware'dir, rootkitdir, phishingdir. Bunlar təhlükəsizlik, belə deyək, təhdidləridir. İnsanlar tərəfindən təhlükəsizlik təhdidləridir. İnsanlara qarşı törədilən təhlükəsizlik təhdidləridir. Belə düzəldim bunu. Yəni belə elmi dildə düzəltsək əgər. Bir dəqiqə. Mən bunu bir dənə faylını tapım. Səsim gəlir? OBS-ə də baxım. Başlayırıq ilk öncə nədən? Başlayırıq ilk öncə sosial mühəndislikdən. Sosial injinirik adlandırılan hissə bilirsiniz nədir? Bu, demək olar, bu son illərdə ən populyar olaraq yayılmış təhdid metodudur, sosial mühəndislik. İnsanların, belə kobud dildə desək, bir növ məlumatsızlığından istifadə edərək şəxsi məlumatlarını ələ keçirilmələri. Məsələn, nədir? Bilmirəm, mənə də başımıza tez-tez gəlir. Zəng edir, özü hansısa bank əməkdaşı kimi tanıdır. Bankımızda belə xəta var falan. Başlayır bank məlumatları, kartlarının məlumatlarını öyrənməyə çalışmağa.
İnsanlar da, bəzi insanlar məsələn narahat olur ki, məlumatı az olan insanlar təbii ki, narahat olur ki, hə, məlumat deməli nədir burada məsələ? İnsanların məlumat savadsızlığından istifadə etmələri, insanların məlumat azlığından istifadə etmələri, məsələn, bank kartı məlumatlarını ələ keçmək və s. Yadda saxlayın ki, heç bir bank əməkdaşı sizə zəng eləyib soruşa bilməz ki, kartınızın 3 rəqəm var, CVC adlandırılan hissə. Onu mənə deyin. Onu heç bir bank əməkdaşı nə edirlər? Sizdən soruşa bilməz. Sizdən tələb edib soruşa bilməz. 16 rəqəmini də soruşa bilməz. Son 4 rəqəmini soruşa bilər. Son 4 rəqəmini soruşa bilər. Sonra deyə bilər ki, hə, bank deyə bilməz ki, hə, bank kartınız CVC. Çünki kartınız CVC-ni heç bank kartı sizə verilən anda belə bank əməkdaşı belə bilmir. Hə. Bəli, 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 bəli. Ona görə bu, yəni bəzi insanlar da deyir ki, hə, məsələn belə, məsələn, məlumat az olmasına görə bəzi insanları təəssüf ki, bu tələyə nə edirlər, düşə bilirlər. Sonra bu aydın oldu. Bu social engineering, yəni bu ən geniş istifadə olunan deyərdim ki, nədir? Ən geniş istifadə olunan belə desək, ən geniş istifadə olunan sosial nədir? Sosial bir növ təhlükədir. Yəni insanları aldatmaqdır. Bir ən geniş istifadə olunan. Bundan sonra var malware hissəsi. Malware hissəsi nədir? Virus, zərərli proqram təminatı və s. ki, bunların sistemə daxil olmasıdır. Bunların sistemə nədir? Daxil olması adlanır. Bunların sistemə daxil olması adlanır malware. Yəni bunun xüsusiyyəti nədən ibarətdir? İndi bircə dəqiqə mən bu faylı bircə saniyə. Deməli, malware nədir? Malware zərərli proqramdır. Yəni, kompüter və ya telefona zərər vermək, məlumatı oğurlamaq üçün ola bilər. Sistemi pozmaq ola bilər. Hazırlanmış proqramların ümumi adıdır. Nə viruslardır, falandır. Bunlar hamısı malware-yə aid olar. Yəni, bir növ malware nədir? Zərərli proqram təminatıdır ki, hansı ki, sizdəki olan məlumatları oğurlamaq, sistemi pozmaq və s. kimi prosesləri eləmək üçün yaradılıb. Sizin telefonunuza, kompüterinizə yüklənilib. Sırf bunun üçün olan bir proqramdır. Nə? Malware adlandırılır malware. Aydın oldu bu. Bəli, bəli, bəli. Bəli, ISO APK-lardan keçənlər, APK-lar var, APK-lardan keçənlər. Onlar nədir? Onlar bəli, bəli. Birbaşa olar. Onlar hamısı malware-dir. Rootkit nədir? Rootkit hücumçunun kompüterdə gizli şəkildə yüksək səviyyəli giriş əldə etməsidir. Yəni necədir? Sizin kompüterinizə rootkit, bunun adı rootkit adlanır. Giriş olunub. Amma
kimi giriş olunub, deməli nədir? Administrator kimi giriş olunub və siz orada heç bir şəkildə kompüterinizin başqa tərəfindən, başqası tərəfindən idarə edildiyinizi bilmirsiniz. Əgər ki, kompüteriniz idarə olunur başqası tərəfindən, siz onu heç xəbərdar deyilsiniz. Bu adlanır nə? Bu adlanır rootkit. Bəli. Bu üsul adlanır rootkit. Rootkit üsulu. Bağlan rootkit. Sonra var phishing hissəsi. Phishing nədir? Phishing burada yazmışam. Phishing istifadəçini aldadaraq parol, bank kartı, məlumat və digər şəxsi məlumatı əldə etməyə çalışan fırıldaqçı üsul. Adətən edirlər, e-post vasitəsilə sizə SMS göndərirlər, məsələn, saxta veb saytlar var. Girirsiniz, hə, bütün məlumatlarını istəyirsən. SMS deyir ki, məsələn, bura bəzən Telegramda da gəlir deyə, indi bilmirəm sizə gəlir. Foto şəkilləriniz hazırdır, məsələn, belə. Bilmirəm görmüsünüz onu yoxsa yox. Sonra sayt var ki, bu sayta gir, məsələn, 1000 AZN dəyərində uduşud. Hə. Bəli, bəli, link də verir. Məsələn, onlar hamısı phishingdir. Onlar hamısı nədir? Onlar hamısı phishing metodu. Shoulder Bəli, bəli. Hətta bu ən çox bilirsiniz harda istifadə olunur? Son 4-5 ayda bu kargo şirkətlərinin saxta linklərini açırdılar, yazırdılar ki, məhsulunuz hazırdır. Mən şəxsən mənə neçə dəfə gəlib ki, mən məhsul sifariş verməmişəm. Özü də yazır ki, məhsulunuz hazırdır. Məsələn, Azərpoçtdan, Bakı şəhər, Nəsimi rayonunda yerləşən Azərpoçtdan gedib götürə bilərsiniz. Mən heç vaxt sifariş verəndə heç vaxt Azərpoçta sifariş vermirəm də. Yəni mən oradan tutdum ki, yəni birincisi mən məhsul sifariş verməmişəm, bu bir. İkincisi də heç vaxt mən Azərpoçta sifariş vermirəm. Kargo şirkətlərinə sifariş vermirəm. Yəni Azərpoçtdan mən heç bir zaman məhsul götürməmişəm. Yəni həmişə gəlir ki, sifarişiniz məsələn hardasa Bakı şəhər falan rayonundakı, məsələn də Nəsimi rayonundakı Azərpoçta çatdırıldı. Yəni, linkə girin, linkə girməklə məlumatlar gedir. Ona görə mən onu silirsiz, birbaşa gedirsiniz. Sonra hə, mənə o qədər gəlib ki. Bəli. Sonra shoulder surfing var, yəni çiyin üzərindən baxır. Nədir? Kimsənin xəbəri olmadan onun telefonuna, kompüter ekranına və klaviatura yazı, parola baxaraq məlumatı əldə edirsiniz. Məsələn, necədir? Bu biz harda olur? Bankomatda məsələn sizdən qabaqki şəxs pul çəkir ha. Hə, ona paroluna baxırsınız, görürsünüz oradan parolunu da, əlinə baxırsınız, paroluna baxırsınız. Hə, onu vasitəsiz və yaxud da ki, siz kimsə kompüterinizə siz daxil olursunuz, kimsə arxadan sizə baxır, siz gedən kimi həmin kodu yazır, sizin kompüterinizə icazəsiz daxil olur. Yəni ki, bir növ kiminsə paroluna icazəsiz baxmaq. Sonra Bəli, sonra spyware var, casus proqramı. İstifadəçi xəbəri olmadan onun fəaliyyətini izləyən, məlumatları toplayan zərərli bir proqramdır. Məsələn, yazılan mətnlərdir, klaviatura girişlərdir, internet fəaliyyətdir. Yəni nədir? Məsələn, hər yerdə Wi-Fi-yə qoşulmayın. Hər yerdə Wi-Fi-yə qoşulmayın. Harada gəldi Wi-Fi ilə qoşulmayın, harada gəldi Wi-Fi-yə qoşulmayın. Bəli, qoşulmaq olmaz. Sonra da var viruslar. Viruslar nə? Virusların növləri var. Virusların növləri nələrdir? Viruslar zirehli viruslar var. Yəni özgün bu zirehli viruslar nə demək? Zirehli virusları aşkarlamaq çətin olur. Zirehli virusları aşkarlamaq çətin olur. Onları nə etmək? Aşkar etmək, üzə çıxarmaq çətindir. Zirehli virusları. Özlərini yaxşı gizləyirlər. Kampan virusları isə kampan virusları fayl uzantısı olur kampan viruslarda. Bu fayllar sistemin müvəqqəti qovluğunda qalır və daimi istifadə etdiyiniz proqramlar var. Məsələn, WhatsApp, Instagram falan da onlara yapışırlar, onlara və onlar vasitəsilə artıq nə edirlər? Sizin hesablarınıza sızırlar. Daha çox bax burada yazmışam, qanuni proqramlara yapışır. Yəni ən çox istifadə etdiyiniz proqramlara yapışırlar. Makroviruslar bilirsiz nədir? Office proqramlarına eləyən. Microsoft Word-dür, Excel-dir, PowerPoint-dir. Bu kimi tətbiqlərə, ancaq office proqramlarına yapışan viruslardır. Makroviruslar. Bəli, 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 bəli. Son olaraq da bizim 2 dənə ən təhlükəli virusumuz var. Bir Wormsdur, yəni qurd viruslarıdır. Bir də ən təhlükəlisi Troyan viruslarıdır. Troyan virusları, bayaq dedim, aşkarlanması çox çətin viruslardır, Troyan virusları. Aşkarlanması çox çətin viruslardır. Bir proqramın içinə sızır və o proqram var. Məsələn, bir dənə PDF-dir, sizə PDF göndərir. O PDF-in içinə sızır. Sizin kompüterinizə girdiniz, o PDF-i açdınız.
nə olur avtomatik? Bütün məlumat, bütün kompüteriniz artıq keçir onun əlinə və bütün məlumatları nə etmiş olur? Troyan virusu ələ keçirmiş